İrandan Azərbaycana daha bir hörmətsizlik. 27 dekabr tarixdə Gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, İran Dövlət Televiziyasında erməni dilində Azərbaycan xalq mahnısı yayımlanıb. Azərbaycanın sarı gəlin kimi tanınan xalq mahnısı Araz Trosyanın, yəni Araz Darehin ifasında erməni və fars dillərində Sarı Ağcik musiqisi kimi səsləndirilib. Gündəm xəbər bunu təbnək İrana istinadən məlumatı diqqətinizə çatdırır. Qeyd eləyək ki, Araz Trosyan erməni əsilli İranlı bəstəkardır. Musiqiçinin Azərbaycanın xalq mahnısını erməni və fars dillərində səsləndirməsi az deyilmiş kimi, İranın rəsmi xəbər agentliyi də xalq mahnısının qərəzli şəkildə erməni musiqisi kimi qələmə verib. Qeyd eləyək ki, bu cür hallar İran televiziyasında ilk belə hal deyil. Lakin bu cür xəbərləri diqqətinizə çatdırıb daha da genişlənməsinə şərait yaradırıq ki, bir daha diqqətli olub Azərbaycan mədəniyyətinə dair məlumatları ermənilərə xas kimi təqdim etməsinlər.